Herkese salam. Her vaxtınız xeyir olsun. Bu artıq kanalın 9-cu videosu olacaq. Xoş gəlmişsiniz kanalıma hər şeydən əvvəl. Bu videoda istədim ki, insanlara özüm haqqında məlumat verim. Biraz özümdən danışım. Mən kiməm? Ümumiyyətlə YouTube kanalını niyə açmışam? Məqsədim nədir? Bundan sonraki videolar da nələr olacaq? Ümumiyyətlə bundan sonra videolar falan çəkəcəyəmmi? Bu əslində bilgi xarakterli bir video olacaq. Belə video çəkməyimin səbəbi isə fikirləşdim ki, əgər insanlar məni daha yaxından tanısa və yaxud belə deyim, növbəti gələcəkdə əyləncəli falan videolar çəkmək istəyirəm. Bu əyləncəli falan videolarda çəkəndə bilsinlər məqsəd nədir, niyyət nədir, hədəf nədir ki, sonra çox da qəribsəmə olmasın, yəni buna görə əslində. Nəsə, çox uzatmadan başlamaq istəyirəm. Deməli, mən Fəyyaz bundan illər əvvəldə, yəni 2018-dən bu yana, belə deyim, aktiv şəkildə başladım bir şəkildə idmanla falan məşğul olmağa. Təməl səbəbi də həmişə kök biri idim, dolu biri idim, dolu bir uşaq idim və fit formda bir bədənim olsun, combul olmayayım, məqsədim buydu və böyük olum falan filan, belə şeylər mənim vecimə deyildi həqiqətən. Bununla bağlı başladım və də ki, bundan əlavə də tək bir istəyim var idi. Xaricə gedim, ailəmdən uzaqda tək və sərbəst bir həyata başlamaq. Yəni, heç kəsdən asılı olmayım, özüm öz pulumu qazanım, özüm öz həyatımı yaşayayım, əylənirəmsə, artıq nə qədər özümü əyləndirə bilirəmsə, əylənim. Yəni, həyatı dolu-dolu, maraqlı bir şəkildə yaşayayım. Tək bir istəyim bu idi həqiqətən. Bir də ki, bəzi insanlar var, ailələrindən falan uzaq qala bilmir. Məndə belə bir problem yox idi, yəni. Bir şey eləməliyəmsə eləyirəm. Uzaqda qala bilirəm, yəni. O cəhətdən sıxıntım yoxdur. Yəni, bir şəkildə pul qazanım. Əsas, ən böyük hədəf həmişə make the money, make the more money, how make the money. Ancaq bununla bağlı fikirləşirdim. YouTube kanalını da açmağımdan təməl səbəblərindən biri bunlardı, amma YouTube kanalı heç aktiv olmadı məndə. Bilmirəm, bəlkə mən sosial medianı düzgün işlətmədim. Bəlkə də bəzən yox, əksər hallarda çox rahat oldum, çox rahat davrandım. Rahatıma da düşkün biriyəm, özümü çox sıxmağı sevmərəm həqiqətən. Psixologiyam rahat olsun istəyirəm həmişə. Amma bir şey elə alınmır, bu da istər-istəməz insanı həvəsdən sala bilirmi deyim və yaxud bəzən də fikirləşirsə ki, bəlkə də mən xam xəyallı biriyəmmi? Yəni, bir şeyləri eləyirəm, amma boşuna mı eləyirəm? Kimi bir yanılğıya da girə bilir insan. Yaxşı bir görünüm, yaxşı bir həyat, məqsəd bu idi. Dediyim kimi, aktiv olaraq illər ərzində idmanla falan məşğul olmağımın təməl səbəbi, əslində hər şeyin bəlkə təməl səbəbi pul qazanmaqla, make the money ilə əlaqədar idi həqiqətən. Universitet falan bitirmişəm hamınız kimi, amma bunları burada danışmağa məncə mənası da ehtiyac da yoxdur. Son illərdə çox failure oldum. Failure, yəni başarısız, uğursuz oldum həqiqətən. Amma bunu da öyrədir ki, mənə uğursuz olsan da həyat davam edir, yəni. Yaşayırsansa, nəfəs alırsansa, nəfəs alıb verirsənsə, uğursuz oldum, oturum, pis olum falan filan. Bunlar hamısı boş bir zaman etkisidir, yəni. Yenə davam eləməlisən deyə bu əlimdə də yazıldığı kimi, yəni. Never give up da, yəni davam eləməlisən, yenə cəhd eləməlisən. Yalnız, yəni, başqa bir çarə yoxdur həqiqətən çünki. Bundan sonraki videolarda artıq cüt rəqəmli videolara keçirəm. Əlimdən gəldiyi qədər artıq
əvvəl kimi belə dəyişim, ekstrem videoları yox. Çünki əziyyət də çəkirəm, amma nəticə qarşılıq görməyəndə də bir mənası olmur bunları çəkməyin. Daha belə easy videolar yükləmək istəyirəm kanala. Daha belə rahat videolar, yəni həyatımdan bəzi hissələr ola bilər. Nə edirəm? Və də daha chill, relax videolar atmaq istəyirəm. Yəni xaricə getmək istəyim hələ də qalır. Amma yaşım artdıqca inanın mənə bilmirəm, bəlkə də psixolojikdir bu iş, amma bir növ stres elə bir gəlir üstümə artıq. Özümü bəlkə də sıxıram ki, bəzi hərəkətlər eləmək olmaz, bəzi hərəkətlər eləmək yaxşı deyil. Klassik Azərbaycanlı psixologiyası da yəni də. Əslində buna görə, buranın adət-ənənələrinə görə falan filan mən buradan getmək istəmişəm hələ də. Çünki sən beyinlə tamam fərqli bir beyindəsən, amma buranın strukturu falan tamam fərqlidir yəni. Ümid edirəm ki, düzgün izah edə bilirəm. Bu videonu bəzi insanlar belə, az bir insan belə izləsə, yəqin ki, başa düşər nə demək istədiyimi. Uyuşmur bəzi şeylər burayla, mənim beynimlə. Bu o demək deyil, bura pis bir yerdir və yaxud bura pis bir ölkədir. Xeyr, sadəcə mən burayla uyğunlaşa bilmirəm. Mən daha belə rahat beyindəyəm mi deyim, və yaxud nə bilim, olmur yəni, bir şəkildə üst-üstə düşmür. Ümid edirəm ki, yəni illər qabaq özümə söz vermişdim, uşaqlığımdan bəri özümə söz vermişdim ki, həqiqətən bir gün buradan çıxıb gedəcəm yəni. Ümid edirəm ki, bunu bacararam. Ümid edirəm ki, bunu bacararam. Yaşım artdıqca həqiqətən bunun stresli gəlir üstə və həyat elədir ki, hər gün günlük rasxodlarımız var. Yeməyi almaq belə, içməyi almaq belə, hər şey bildiyimiz rasxoddur. Bütün bunlarla bir yerdə, bütün bunların hamısını idarə eləmək heç asan deyil. Həqiqətən heç asan deyil. Buna görə bəzi şeylər ləngiyir. Hələ ki, ətrafınızda yaxınlarınız belə sizdən eyni fikirdə deyilsə, hələ ki, ətrafınızda çox saxta, həm cındır, bizənə insanlarla doludursa da, yəni belə deyim. Gəlirlər, yalandan üzünüzü aha gülürlər və yaxud sizdən eyni fikirdəymiş kimi özlərini aparırlar, amma əslində içdən-içə sizin qabağa getməyinizi əsla istəmirlər, yəni. Necə deyim, bir şəkildə bu bizənəklər sizə qarşıdırlar, yəni. İçdən-içə paxıllıq çəkirlər. Hər nə qədər siz onlara qarşı elə də o niyyətdə olmasınız. Nəysə, yenə insan özündə də günah, belə fikirləşirəm. Gərək güvənməməliymiş deməli, nə bilim, bəzi insanlara bu qədər yaxın buraxmamalıymış həyatına. Voşim, həyat eniş və çıxışlarla doludur. Çətin günlər bəlkə də heç qurtarmayacaq, amma bütün bunların arasında həqiqətən insan özünə də vaxt ayırmalı. Yəni necə deyim, bir növdə yaşaya bilməlidir bu həyatı. Həqiqətən yaşaya bilməlidir. Çünki dediyim kimi həyat həmişə yaşamağa dəyər. Həyat həmişə yaşamağa dəyər. Bayaq mən sənin üçün keyfim pis idi, amma heç bu videonu çəkmək istəmirdim. Amma sadəcə beynimdə qoymuşdum ki, bu videonu çəkəcəm, gəldim, biraz çəkdim, elədim, danışdım. Sözüncü danışdıqda da mənim özüm belə rahatladım, yəni. Belə, ümid edirəm ki, hər videoda özümə deyirəm. Hər videoda deməsəm, yəni içdən heç özümə deyirəm ki, uğurlu olaram bir şəkildə, bacararam, yəni. Belə gözü qorxaq biri olmamışam heç vaxt. Düzdür, bəzən sırf nəticə gəlsin deyə ekstrem mənasız şeyləri belə eləyə bilirəm, xətalar belə eləyə bilirəm. Hamı da insanıq. Heç vaxt demirəm ki, mən möhtəşəməm, xəta eləmərəm. Belə bir beyində psixologiyada olmamışam heç vaxt. Sadəcə eləyim, yoxluyum, görüm nə olur, nə effekt verir. Biraz da belə bir beyindəyəm həqiqətən. Belə, həqiqətən YouTube'da danışmaq son vaxtlar məni biraz rahatlaşdırır, rahat hiss elətdirir.
beyinlə psixoloji olaraq ən azından deyirəm ki, heç olmasa bir cəhd edirəm də, yəni. Çünki bir şey eləmək istəyib, eləməyib, içə atanda da insan o da adamı narahat edir içdən-içə, yəni. Onun üçün mən həmişə səhv belə olsa eləyirəm, yəni ki, görüm eybi yoxdur, ən azından bir şeylər elədim. Bu biraz ekstrem cəsarət istəyir bəlkə də, bilmirəm. Hər nəticə. Artıq bunu necə adlandırılırsa, bilimdə falan, elmdə falan, hər nəticə. Başım belə. Danışdıqca, elədikcə, dediyim kimi, daha çox insanlar mənə daha yaxından tanıyacaq və əgər bilmirəm, videolarım baxılsa, demirəm %100 bu olacaq. Hər halda da bir gün əgər baxılsa eləsə, ağıllarında bir şəkildə can alacam ki, bu adam da belə biriymiş. Belə fikirləşirəm, başqa nələrsə demək istəyirəmmi? Əslində çox sadə beyinli biriyəm həqiqətən. Yəni beynim bəsit işləyir. Sadəcə yəni də bütün hər şey, bu psixologiya falan dediyimiz şey, bütün hər şey məncə pul əldə edir həqiqətən. Yəni hər şeyi də deməsək belə, yəni o belə nasıyan belə düzəldir məncə. Yaxşı pul qazana bilmək. Başımda money, more money. It's all about the money. It's all about the make the money. It's all about the how make the money. You know. And I love the money. I love the money. I hope I'm get the my biggest love that very soon, you know. Videonun axırını ingiliscə bitirmək istədim. İngilis dilində sevərəm həqiqətən. Bu xaricə getmək sevgimlə əlaqədar. İnanın mənə ingilis dilini bəlkə də elə Azərbaycan dilindən də belə çox sevərəm, yəni hardasa. Amma Azərbaycan dilində sevərəm, yəni. Bu o demək deyil ki, Azərbaycan dilindən zəhləm gedir, yox. So, I wanna end that video. Thanks to all of you that watching that video. If you show my videos and like my videos, please press the like button and just subscribe to my channel. Thank all of you. I wish the best days, best summer for all of you. I hope you guys get the very good days and see you guys in the next videos.